Sumqayıt şəhərində vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, mövcud problemlərin operativ şəkildə araşdırılması və həlli məqsədi ilə növbəti səyyar qəbul görüşü təşkil olunub. Qəbul Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhərin 8-ci mikrorayon ərazisində keçirilib. Səyyar qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyatı idarə və müəssisələrin nümayəndələri və sakinləri iştirak edib. Görüş zamanı vətəndaşların gündəlik həyatlarını narahat edən məsələlər, sosial məişət problemləri, abadlıq, infrastruktur, kommunal xidmətlər və digər sahələrlə bağlı müraciətləri diqqətlə dinlənilib. Qəbul prosesində qaldırılan müraciətlərin bir qismi yerindəcə həll olunub. İcrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırılmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ tədbirlərin görülməsi üçün aidiyyatı qurum rəhbərlərinə konkret tapşırıqlar verilib. Görüş zamanı şəhər rəhbəri Sumqayıtda aparılan geniş miqyaslı abadlıq quruculuq, yenidən qurma və sosial infrastruktur layihələri barədə sakinlərə məlumat verib. Bu istiqamətdə görülən işlərin mərhələli şəkildə davam etdiriləcəyini qeyd edib. Vətəndaşlar öz növbəsində şəhərdə həyata keçirilən müsbət dəyişiklikləri yüksək qiymətləndirərək səyyar qəbulların problemlərin yerində və vaxtında həllinə mühüm töhfə verdiyini bildiriblər. Qeyd edək ki, vətəndaş məmnunluğunun artırılması, açıq dialoqun təmin edilməsi və yerli problemlərin birbaşa ünsiyyət yolu ilə həlli məqsədi ilə Sumqayıt şəhərində səyyar qəbul görüşləri davamlı olaraq keçirilir. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.